Xalq artisti Ağadadaş Ağayevin keçmiş gəlini Quteis Ağayeva TikTokda aparıcı Azər Zahidlə canlı yayma qoşulub. Pravda.az, Axşam.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə Culuy adı ilə tanınan Quteis Ağayeva ayrıldığı həyat yoldaşı ilə barışmaq istədiyini deyib. O bildirib ki, bu nikahdan 6 yaşında qız evladı var. Ailəmi birləşdirmək istəyirəm. Mümkün deyil. Övladıma görə istəyirəm. O insana görə köçmüşəm bura. Ağlayır. Məni heç kim başa düşə bilməz. Hazırda Bakıda təkəmsə onun ucbatındandır. Həm nifrət edirəm, həm də çox istəyirəm. Kim istəyər ki, ailəsi dağılsın? Qız evladıma görə hər şeyə razı olaram. Qızı böyütmək çox çətindir. Ataya bağlı olur. Hər dəfə harasa görəndə, ata ilə qız uşağı görəndə pis olur. Onun pis olması məni öldürüb dirildir. Buna görə də vicdan əzabı çəkirəm. Qeyd edək ki, Ağadadaş Ağayevin 4 oğul, bir qız evladı var. Müğənni 3 dəfə ailəli olub. O hazırda Türkiyə vətəndaşı olan xanımdan evlidir.